heç vura bilmirəm. Biz də artıq qəşəng vurulmamışıq, çox qəşəng. Doğrudan? Hə, yox, mən vura bilmirəm. Yalan deyə bilmərəm. Mən bacarmıram. Amma paxlavanı gözəl pişirirəm. Əslində elə də böyük, çətin bir şey yoxdur. Amma ekran önündə elə qoy izləyicilərimiz görsünlər. Mənim kimi bəlkə bacarmayanlar var. Əslində çox gözəl bir şeydir. İnsan evinin həm xanımı, həm olması çox gözəl bir şeydir. İndi bəzi qadınlar necə? Necə gəldi? Aysu! Aşkım gel buraya gör pişik geldi. Yo eleme. Diyor ki 4:40 içinde sonu 4 dakikaya sona yetecek canlı. Niye? Yavaş bu taraftan geç. Belki ne sözdür? Zara dedi belki ona göre. Ha yaygın. Belə söz var canlı çiğnəmək blok atır. Firmada çəkməyək. Bəs canlı da çəkirlər. Nə olur, bəs heç nə olmur. Yəqin Aşın çıxır şeylərdə, amma sürüş falan olmaz. yox sürüş. Ola bilər ki köynəyin aldığım yerin adına dedim. Yəqin ona görə. Tamam. Yo indi yaxşıdır. Yəni qoşun. Kimdir o? Sama bilmirəm. Qoşaq da. Ay Allah, heç biri bacarmır. Siz bacarın, biz bacarmırıq, siz bacarın. Əş, dostlar, bacarmamaq ayıb deyil ki, öyrənirik də. Nəyə bacarmırıq ki? Desinlər də, deyir, biz bacarmırıq, siz bacarın. Bizim bacardıqlarımızı da siz bacarmırsınız da, dostlar. Soba pirajkisi belə bişirilir da, yəni bunu nəyə bacarmamaq nəyə deyilir? Gülə, boş ver. Bacarmırıq, hə, biz bacarmırıq, siz bacarıqlı xanımlarsınız. Allah sizə can sağlığı versin. Allah sizi xoşbəxt eləsin, evinizdə, ailənizdə. Biz bacarmırıq. Biz bacardığımız kimi eləyirik. Siz də öz bacarıqlı əllərinizlə öz bacardığınız kimi eləyin, göstərin bizə, biz öyrənək. Az şəkər bura kimi qırağı olmur. Mən də elə bilirdim, şəkər bura kimi olmur. Olur. Yəni istədiyiniz formada eləyə bilərsiniz. Belə prosta sadəcə istədik olaraq qəşəng görsənir. Mən onun üstünə şey də vururam, belə qara çörək otu. Hə, küncüt. Mən ağ küncüt vururam. Hə, mən də vururam, xoşum gəlir. Bu resepti mən paylaşanda TikTokda dağıldı bu resept. Doğrudan. Bəli. Gönül xanım, ürək sözlərinizi Hüseynə deyirsiniz. Nə Hüseynlə heç bir şəkildə, heç bir gərginliyim yoxdur. Yəni Hüseyn mənim konflikt apara biləcəyim bir insan deyil. Sadəcə olaraq Hüseyn bir sosial layihəyə çıxıbsa, özünü müzakirə etdirməyə çıxıbsa, müzakirə olunmalı. Yəni orada çıxan adam bilir ki, onu müzakirə edirlər. Çıxıbsa ona olan iradlara, təhqir yox, tənqidlərə açıq olmalı və Hüseyn valla pis uşaq deyil. Mən yalandan boynuna necə şəratım. Amma bəzi stupka deyirlər də, hərəkətləri, davranışları mənə xoş deyil. Mənim xarakterimə uyğun deyil və ona görə də mən onu tənqid eləyirəm. Amma şəxsi müstəvidə mənim Hüseynlə heç bir işim yoxdur. Veriliş qutaran kimi mən yolda Hüseyni görəndə heç salam da vermirəm. Sakitcə yanından keçib gedirəm. Hüseyn mənim şəxsi zonama daxil ola biləcək birisi deyil. Yəni dost çevrəmə, ətraf mühitimə daxil ola biləcək birisi deyil. Sadəcə Hüseyn özü-özünü müzakirəyə çıxardıb, müzakirə də olunur. Amma insan kimi pis insan deyil. Yəni Hüseyni görürəm burada. Bəzi şeylər var ki, məsələn, xoş gəlmir və insanların da fikirlərinə, düşüncələrinə hörmətlə yanaşmaq lazımdır. Bayaq dediyim kimi. Hamı-hamını sevə bilməz ki. Neyiyim? Belə qoyarsınız. Yaxşı.
Kartofun içinə nə qoydunuz? Kartofun içinə Gülə xanım heç də qoymadı. Duz Amma mən evdə Şüd. xırda doğranmış soğan da qovururam. Şüd də vururam. Bir dənə də yumurta vururam. Çiğ yumurta vururam içinə. Amma burada Gülə başqa tipli elədim. Təbii Ətlə ki. eləyirəm, belə kartuşka ilə də eləyirəm. Hə, mən də əslində ciyərlə də qəşəng olur. Çox sağ ol. Nəyə görə? Mənə xoş söz yazıbdı. Gülkan qabiliyyəti. O boyda pirajki olar. Biz belə eləyirik də dostlar. Bacarmırıq biz. Biz bacarmırıq da dostlar. Təzə öyrənmişik. Yeni öyrənirik. Biz sizi kimi bacarıqlı xanımlar deyilik. Siz elə bilirsiniz, mən sizdən bu söz deyəndə inciyirəm, küsürəm. Qətiyyən incimirəm, küsmürəm. Dostlar, vallahi küsmürəm mən sizdən. Ölümlü ikimli dünyada aldığımız nəfəsi belə geri qaytarır. Bu pirajkiyə inanın 3 saatdan sonra o indiki dəyərini itirəcək, yeyiləcək, bitəcək. Xəmir elə qəşəng oxalanır. Hə, qəşəngdir, qəşəng oldu xəmir. Bunun içinə ət də yığanda qəşəng olur. Bəlkə xəmirimiz yoxdur, bəlkə təzdən yoğuraq. Yox, bəsdir, kifayət yenirik. Sən deyəsən həyat yoldaşın üçün yemək hazırlamaq fikrindəsən ha? Axşam gələcəyim sizdən. Gülka, ona biz yayda gedirik Qubaya dincəlməyə də, elə. İnşallah, bəli. Uje hazırdır ev. Ev demək olar ki, için təmiz. Sağlıqla. Çox sağ olun. Bəh. Manqal zad var da. Hələ yox da. Ev burada var, buradan apararıq Hə, hamısını Allah yığıb. qoysa, Allah qoysa. Orada da gedib pəncərələrini Mən qoymalıyam. yayda bir həvəsli oluram. Mən həyət evində qalıram da. Təsəvvür elə bilir, sənin necə həvəsin var, durursan səhər. Sacı qoyuram manqalın içinə, odun qalayıram içinə. Nə bişirirsiniz? Pomidor yumurta pişirirəm. İnanın mənə ki, nə var ki, bitki mən orada pomidor yumurta yeyəcəm. Özə yeməyim də yoxdur. Normal yemək yeyə bilmirəm də. Bu mənə də kiçiltməklə bağlı. Mən elə də belə iştahla yemək yeyə bilmirəm. Amma sevirəm də o yay vaxtı həyətdə eləyirsən, bax. Küstüm səndən. Nə? Küstüm səndən, yəqin oxumamışıq. Can, küsməyin dostlar. Niyə küsürsünüz? Başımız qarışıb pirajkiyə biraz. Mən bunları bir daha foşur yum. Yumuyun, qapyanın içinə doldurun hamısını. Doğrudan. Onu Əlinizə tutmayın. Yox. Bunu atım. Neyəcəyik bunu? Qırağa qoyun. İndi bir dənə yumurtanın sarısını işləyək, onun üstünə qoyaq. Qəşəng qoyuruq peçkanın içinə, bəh pişsin. Əslində bu dəfə başqa bir şey fikrimiz var idi eləmək. Nə dedin o papaqlı nə? Nə dedin o göbələk kimi papaqlı? Yadımdan çıxdı. Qəribə bir şeydi o. Adı yadımdan çıxdı. Maraqlıdır, mən onu heç eləməmişim, narsan. Əslində vaxtımız var, eləyə bilərik. Gəl nəfə eləyərik də, Yaxşı. hansı gündə deyil ki. Bunun sarısını qoy ayrım. Qırağını istəyərək bura tök, yaxşı tökün ora. Dəqiq nədir ki? Mən buna sarı kök də vururam evdə. Bax, qalmadı. Varındır sarı kökü? Sarı kök yox, vurmayın. Vurmuyor. Yox, bir damcı süd vurarıq. Süt? Aha. Yandırmır Yox, süt. yox. Rəngin qəşəng eləyir. İstəyirsiniz siz oxuyun, mən bunları bitirə kimi. Salam Könül xanım, Allah sizdən razı, çox sağ olun canlarımla. Hazır olanı mən də. Nailə xanım, yatmışdınız. Pirajkiyin gözləyirəm. Canımsınız mənim. Hə. Əllərinizə sağ. İctimai televiziyanı çağırdım bura, gəlirlər bura. Burada çıxıb müsahidə verərəm, neyim da. Qonşular təli deyəsən sənə. Hə, Nailə, nədir o? Gülka gilə gələn var. Bayaqları qapını səhv salmışam, gəlib qonşunun qapısını döyürəm. Yazıqdır, şoka düşüb.
Könül xanım qırıldı. gözlərini süzəndə ləzzət edir verilişdə. Hə, verilişdə. Bəzən də gülürəm verilişdə. Siz Fatmayda qalırsınız, bəli. Bəli, Fatmayda qalıram. Su gəlmir ona görə. Xeyr, suyumuz gəlir. Bizim daim suyumuz, işığımız, qazımız, hər şeyimiz Gözəl var. qəlbli Könül xanım. Canımsınız mənim. Ayşə də görə hamı sizi qınayır. Qoy qınasınlar. Ayşad bir qadındır, dostlar. Heç yaşlı. Ayşad 23 yaşında qızdır. Ayşad xalq düşməni deyil. Ayşad yanlış bir hərəkət eləmir. Balasını aparıb sığınacağa qoymur. Ayşad yanlış bir hərəkət eləmir ki, insanlar məni qınasın. Ayşad həyat yoldaşını qısqanır, dostlar, qısqanır. İçinizdə o qədər həyat yoldaşınızı qısqananlar var ki. Hansı qadın yoldaşını qısqanmır ki? Hansı qadın? Var, qısqanmayanlar. Hamımızın canından keçib bu şeylər. Ayşə gəncdir də, indi bizim müəyyən qədər yaşımız dövür. Gəlib 40 yaşına çatmışıq. İndi o qədər var ki, yoldaşını qısqanır. Gəncdir də, gənc ailədir. Hüseyn də sabit adam deyil, axı Hüseyn də qaynayır da, qaynayır. Dostlar, siz çox şey görmürsünüz, çox şeydən xəbərdar deyilsiniz. Oranı üçün bir fırçanı götürün, birinci sürməni. Ay, sağ olun. Arkada olmadı. Bir qadının səliqəsinə bax, qadının səliqəsinə bax. Qadının səliqəsi onun mətbəxindən bilinir. Deyil, əlinizin altında başlığı ağ. Ay, sağ olun, ağ rəfə olun. Qadının səliqəsinə bax, səliqəsinə bax. Çox xoşuma gəldi. Mən bir kosmetika şkafını işələməyi sevirəm. Bir də belə kuxunya şkaflarını işələməyi çox xoşlayıram. Çox yox. Bir damcı. Yox, bəsdir. Mən buna evdə zeytun yağı vururam. Olar, yağ da vurursanız, bir damcı yağ. Onu da üstü geçen kızlar. Sən istəyirsən onları belə yığına da. Qırağa yığsan. Sıxışdıra bilərsən, 4 dənəsi qalır. Yox, qoy hamısını eləsin, sonra üstünü qəşəng yumurtalayaq. Sonra ay, bu da niyə belə oldu? Belə qoy. Hə. Siz bunu götürdünüz. Səhv götürdüm. Mən də Sonra fırça da. İkinciye bakın görüp. fırçamı sardadı, fırçamı sardadı. Geç sən özümə ki baxasın. Mən ekran önündəyəm də, narahat olma. Bu xanım ekranın önünə çıxmağa biraz qorxur. Yox, sən düşmürsən. Mən də düşmədim. Narahat olma, gel işini gör. Nə yapsın? Ay can. Bir buradan görürüm. Kim xanım, çox sağ olun. Hamısı da fake'lərdən yazırlar. İçtimaiye gelir. İctimai bu. Bakın Könül Hanım, o demirleri bir de bura çekilir. Bak ikinci var ha bak Yasemin Rehter. Kutlu. Bu bir tarafa geçin, yok bu tarafa geçin. Ay sağ olun. Ha. O gene o. Bir dakika, bir dakika. Hə. İctimai televiziya yəqin hamınız xəbərdarsınız da. Bu idrak lisey. Yox, hansı liseydə olub bilmirəm də. Ben içmemişim, bilmiyorum. Hə, müəllimi ilə İstirseniz bunu çekin o tarafa. müəllimlə rahat olsun. şagirdin arasında böyük bir insident yaşanıb dostlar. Şagird, müəllimi bıçaqlayıb, amma hardadır dəqiq deyə bilmərəm. Neçənci sinif şagird? Onları bilmirəm. Hansı məktəbdir, hansı liseydir, onu dəqiq deyə bilmərəm. Amma bu yaşanan insidentlə bağlı yəqin ki, Təhsil Nazirliyi böyük bir həyəcan təbili çalar. Yatmış məktəb psixoloqlarını oyadar. Məktəblərdə psixoloqlar işləmir konkret olaraq. Mən buradan açıq şəkildə deyirəm. Heç kimdən də çəkinmədən deyirəm. Məncə bu məktəb psixoloqlarını biraz silkələmək lazımdır ki, boş gedib ştatları zəbt eləyiblər, amma heç bir işdə görmürlər. Çünki biz Deyir işləyirik, bıçaqlanmayıb, güllələyiblər. gülləliyiblər. Hə, nəsə elə bir hadisə olub. İndi bilmirəm. Güllələyiblər. İdrak liseyi. İdrak? İdrak liseyi. Böyük, Karl Marx'daki liseyi. bildim. Vay.
Nəsə elə bir şey. Əvvəl Dolu dedim, silahla idrak vurur. etsəyə dedim, sonra dedim bir də səhv deyərəm, problem yaşama. Allah kömək olsun, nə bilməyim. Həyatda da evladı böyüdürük. Silahlar da əlinə düşüb uşağın. Orası artıq hüquq mühafizə orqanlarının işidir ki, araşdırsın, biz bilə bilmərik bunu. Yəqin ki, araşdırmalar gedir. Mən deyirəm, düşünürəm və ya uşaq bullyingə məruz qalıb. Burada sadəcə uşaq günahkar deyil dostlar. Burada günahkar olan həm məktəbdir, həm Mən səni çox sevirəm Könül xanım. Can, çox sağ olun. Mən də sizi çox sevirəm. Hamınızı çox sevirəm. Sevgi hər qəlbə nəsib qismət olmur da. Sevgi o qədər ali və ülvi bir duyğudur ki, hər insan insanı sevə bilmir. Hər insan, mən insan tanıyıram ki, yaşı başı gəlib müəyyən yaş həddinə çatıb, o insan sevmək nədir hələ bilmir. Sevgi necə olur hələ bilmir. Sevgi o qədər müqəddəs bir duyğudur ki, hər qəlbdə kök salmır. Ona görə sevin, sevinin. Balaca satırqalar istəyirəm. Buyur. Narahat olma, götürəcəm sən özün. Təşəkkür edirəm. Minnətdaram canım mən. Hə. Sevgi o qədər ülvi və ali bir duyğudur ki, o hər qəlbdə gedib kök salmır. Hər insan sevə bilmir. Hər insan paylaşa bilmir sevgisini. Nə oldu buna? Güləməm ki, kim olduğunda açılacaq. Aha. Aysun nədir be ya? Bilmirəm. Təşəkkür edirəm. Mənim də sizə çox böyük dəyərim var. Könül xanım gözəl danışır, yaxşı ürəyi var. Gözəl ürəyi. Canım, siz çox sağ olun dostlar. Çox sağ olun. Əllərindən öpürəm şəhid anası. Çox sağ olun. Mənim üçün fəxarətdir sizi kimi analarımızdan, sizi kimi söz sahibi olan insanlarımızdan gözəl sözləri eşitmək. Bu mənim üçün sadəcə bir fəxarət ola bilər. Bir şəhid anasından o bir gözəl sözləri eşitmək. Var olasınız. Yəni ona şey götür oradan yuvka bir dənə. Üstünü deşim. Yox, deşməyim. Bir şey görsədim. Üstü bəzəkli çıxsın deyə. Elə? Yox, çevirin Vilkanı. Belə xəttlər eləyin üstündən. Belə? Necə? Bax, bir dəqiqə. Yox, düşmürsən. Cızmalarda prosta cırmaqlar. Hə, belə. Belə. Oo. Bunu bilmirdim. Amma elin cırılmasın xəmir. Soba pirajkisi bişiririk. Bəli, soba pirajkisi. Sarın uşaqlar da orada oxuyur. Harda? Yəqin idraki nəzərdə tuturlar. Bilmirəm, o da yalan deyə bilmərəm. Əllərinizə sağlıq, çox sağ olun. Küncütüm var. Ah, bitibdi, deyəsən qara var. Qara da istəmirəm vuram. Vurmaq Bir də istəmirsən? mak var, bəlkə mak vuraq. Nə bilim, bax da. Bəlkə vəbşə heç vurmayaq. Olmuyor, necə istəyirsən. Resept. Bir yumurta, yarım stakan qatıq, 100 qram ərinmiş yağ, 1 çay qaşığı Qoyaq duz, aşkım, sobaya. kabartma. Dostlar, gedir sobaya. Gidit. İstəyirsiniz əyləşin bir dənə çay süzümü sizə. Bəlkə dostlarımızı buraxaq fasiləyə getsinlər. Yarım saatdan sonra buradayıq. Tamam mı dostlar? Aysu. Çıxmaq istəyirsiniz? De buradan yumru işarəm Tamam canım.